Türkiyəli şərhçi Ertem Şener'in Qarabağın İtaliyadakı oyununda şərhçi olmamasının səbəbi bilinib. Ertem Şener şərh etmək məqsədi ilə Qarabağın səfər oyunlarını yayımlayan ictimai televiziyaya müraciət edib. Lakin telekanal rəhbərliyi bu təklifə razılıq verməyib. Qeyd edək ki, Ertem Şener'in CBC Sport telekanalında efirə gedən Qarabağ-Chelsea oyununda şərhçilik etməsi bu sahədə ilk olmuşdu. Tanınmış türk şərhçinin Pərviz Musayevlə tandemi ictimaiyyət tərəfindən də müsbət qarşılanmışdı. Həmin oyundan sonra məlumat yayılmışdı ki, Ertem Şener bu mövsüm Qarabağın Çempionlar Liqasında qalan oyunlarında da şərhçilik edəcək. Lakin ictimaiyyət televiziya telekanalı ilə yayımlanan Napoli-Qarabağ matçında ənənəvi mənzərə müşahidə olundu. Matçı Tural Dadaşovun şərhində izlədik. Əlavə edək ki, Ertem Şener'in Qarabağın növbəti ev oyunlarında şərhçi kimi iştirakı gözlənilir.